Yəni 44 gün ərzində, yəni danışsaq 44 günə sınır. İllərlə danışsaq da qutarısı deyil söhbətlər, görüntülər. Azaddan çox danışmaq olar. İmranla səhər durduq ki, bölmələrin qabağında bir dənə tank var. Biliyor, bu tankı niyə çıxardıqlar ki, çölə? Tank nədir? Özləri yaradır. Taxtadan, qanunu tank, hər bir şey, bir dənə motorla sürürlər. Yəni bunlarda o qədər o sevgi, o qədər vətənpərvərlik var idi ki, biz o döyüşdən mən qabaq danışıram ki, səhər durur ki, bölmənin qabağında bir dənə tank var, hər bir şey göstərmək üçün. Süni bir tank yaradıqlar, onun üzərində dərsini keçirlər, şəxsiz danışırlar ki, bu belə olmalıdır. Mən gənclərimizə deyərdim, oxuyun, bilin. Döyüşdə ölü, bəlkə üçün şəhid verməzdik, az verərdik. Nəyə görə? Mən bir qadan rabitə rəisiyim, ilk gün yəni döyüşə girən adam oldum. Niyə? Abi ki, bir qadanı idarə eləmək üçün mən idarə eləməliyim. 15 nəfər, 17 nəfər döyüşdən qaçıb, ged onları döyüşə saldı. Nə deyil, səfərbərlikdən gələn var, başa çıxmayan var, silahlı ümumiyyətlə anlaşı olmayan var. Olsun sizə dərslər keçəndə öyrənin, bilin, bilməyiz yaxşı bir şeydir. Biz nə qədər bizi geriyə salır elə bir şeylər. Mən gedirəm söhbətlərlə, biri deyir, mənim paltarım yoxdur, biri deyir, mən yemək yeməmişəm. Mən geriyə yoxdur, həzan keçirir. Çünki silahı birinci dəfə qalır yəni. Yəni, belə bir şeylərin bizi döyüşdə nəsə olur. Yəni, çox şeylər danışmaq var. Sizlərə minnətdaram. Bu günə də mənə təsir elədi ki, sizin hamınızın bu şəkildə dərsi oxumağınız, tədbirin həqiqətən də çox gözəl təsir elədi. Hər birinizə minnətdaram.